Nərgizə sup qoymuşam. Səhər duran kimi ilk iş onun supunu bişirirəm. Sup hazır olsun. Burada banan peçeni hazırlamışam. İndi yedizdirəcəm. Nazlı üçün də pankek hazırlayıram. İçini hazırlamışam. İndi bişirəcəm. Nazlı xanım, Duzlu xanıma. Xuduna saldaq. Yağı bura yayaq. Nərgiz. İlklərim həmişə elə də yaxşı alınmır. Növbətilər qəşəng olacaq. Tavan kıvamını tutturana kimi. Sen geldin. Gel. Abba gel. Ne sen? Cicem sen benim. Hı? Ana, cicesi. Geldi yine. Ben pişirdikçe Nazlı daşıyır. Pişirdikçe Nazlı daşıyır. Hiç ne yoktu. İstan kimi gelir götürür gelir. Böyle aycıklar eləyirəm. Dedim ki yanına banan doğrayacağım. Elə yeyərsən. Nərgizin supu hazırdı. Altını söndürdüm. Qapağını bağladım. Şimdi bunu bitirim. Qəfədən falan sürtməliyəm. Paltarları atmalıyam, maşına yuyulsun. Belə işlərim var.
alındı. Nərgizin abbasını da belə dəyərləndirdik. İçinə yumurta, yağ, pesok, un əlavə elədim. Yenə pankek kimi qarışdırdım. Bananlı peçeni. Oldu pankek. Nazlıya. İmkan vermir mənə bu qız. Nərgiz. Ay Nərgiz. O. Bəsdir də, nə olar? Yıxılmışdın ay qız. Ay at onun, hə. Ay qız, bırax da məni. Nəhayət ki, bişirib bitirdim. Bu arada bu çox qəşəng dadır. Nərgiz, bir dəqiqə dayan da qızım, nə olar ki? Belə aparım indi. Nərgizlə Nazlı yeməklərini yesinlər. Sonra inşallah başlayayım digər işlərimə. İndi sizə nə göstərəcəm? Görsünüz, yerdə dəsmal var. Bu dəsmal niyə yerdədir? Çünki bu dəsmalın heç vaxt yerində olmur. Yeri buradır. Mən səhərəm bura, Nərgiz haçan gəlsə görsə ki, o buradadır, alır, atır yerə. Heç nə eləmir. Sadəcə yerə atır. Onu yerdə sürüyür. Və bu tək deyil. Keçirik. Yenə bir yerdə maykası, bodisi. Sonra yenə yerdə örtüsü. Yəni bu qız niyə belə eləyir? Niyə üstə heç nə olmamalıdır? Heç nə yerində olmamalıdır. İcazə versəm şkafları da eşik-üşük eləyər. Buna icazə vermirəm. Bir-iki dəfə əlinə şappıllatmışam ki, olmaz. Yataqlar falan toplamışam. Orada toklar görsünüz. Ora heç nə o gündədir. Orada ya telefon zaryadkadadır, ya aparatlar. İlla ki orada o şunurlar olmalıdır da. Neysə ki, belə. İndi evi toz soranıyıb silməliyəm. İkisini bir yerdə eləyəcəm. Elə çox rahat olur. Ya da toz soranıyacam. Sonra siləndə qoşaram. Bilmirəm, nətər eləyim. Toz soranıya silim. Hə. Ki ikisi bir arada olsun. Elə pəncərələrim it günündədir. Bildiyiniz itin günü. Amma çıxıb təmizləyə bilmirəm. Çünki qız imkan vermir. Elə istəyirəm oranı napora verim. Bilmirəm, amma digər pəncərədə tok falan var. Biraz apaslıdır. Görək, neyinirik. Bəlkə sildim, bəlkə elə qaldı. Hələ qərar verməmişəm. Bir yığışdırım. Yulanlar atım yuyulsun, nə qədər ki su gəlir.
Stolu keçirtdim ortalığa. Həyəti yuyacam. Hələ su kəsilibdir. Liniyadan gələndə yuyuram. Bakın suyuna yumuram ki, sonra birdən gəlməz. Susuz qalmayım bu aralar. Suyu yenə saatla verirlər. Portalar sərdim. İndi qaralar yuyulsun. Güllərimi keçirtdim bu tərəfə. Belə daha qəşəng oldu. İndi axşamüstü bunları sulayacağam. Burada bir dənə gül açır. Sonra bu tikanlı ilk dəfədir ki, görürəm gül açmağını. Heç vaxt gül açmamışdı. Böyle qəşəng gül açıb. Hələ açmaq üzrədir. Tam açmayıb yəqin ki. Çünki birinci dəfə görürəm deyə bilmirəm tam dəqiq necə olur bunun gülü. Bunu çox bəyənirəm, bu bitkini. Bunu bəyənirəm. Bu da onun bir başqa növüdür. Bunu çox bəyənirəm. Qollanır, budaqlanır deyə. Nəysə ki, hamısını sevirəm. Bu tez-tez ölür. O bir sevdə daha qəşəng. Necə deyərlər, yarpaqlayırdı, yaşıl olurdu. Burada nəsə xoşu gəlməyib. Tez-tez ölür, tez-tez xarab olur. Sonra təzdən pöhrələnir. Tamamilə əlimi üzmüşdüm ondan. Sonra baxdım ki, təzdən yarpaqlayıbdı. Belə. Mətbəxdə işim bitib. Axşam üçün yemək hazırlayacağım. İndi toyuq çıxardacağım bir dənə. Burada da paltaryan işləyir. İndi də tünd rəngliləri yuyulur.